Salam, hər vaxtınız xeyir olsun. Hər birinizi Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun anım günündə xoş gördük. Anım günü tədbirimizi Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə açıq elan edirik. Azərbaycanın torpaqları uğrunda qəhrəmanlıq səlnaməsi yazan igid oğullarımızın ruhunu bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Hədigarı namə oldu, söz oldu. Vətəninə öz əhdində düz oldu. Bir gecədə silinməyən iz oldu. Yüz yağını yerə sərdi Mübariz. Qeyrətinə sığdırmadı olanı. Getdi haqq əli ilə bölsün yalanı. Allaha tapşırdı ata, ananı. Ürəyində vətən dərdi Mübariz. O bütöv istədi Azərbaycanı. Ayırmadı Qarabağı, Muğanı. Vətən torpağını suladı qanı. Həm Əlyabad, həm Tərtərdi Mübariz. Güc aldığı imanlıydı, dini idi. Quran səsi cəsarətin himni idi. Sanki zəmanənin Hüseyni idi. Qeyrət simvoludur, nərdi Mübariz. Ürək məzarındı, gözüm baş daşın. Nahaq ilə bitməyəcək savaşın. Şəhidliyin ölməzlikdir, qardaşım. Dönməzə qeyrət, hünərdir Mübariz. Yerdə qalmayan, qəhrəmanlığı ilə tarix yazan, şəhidlik zirvəsinə ucalaraq ölməzlik qazanan Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun anım günündə bir araya toplaşmışıq. Mübariz İbrahimov vətənə sonsuz sevgisi, sarsılmaz iradəsi və misilsiz şücaəti ilə hər bir Azərbaycanlının yaddaşında iz qoyub. Onun göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün vətənpərvərlik, mərdlik və fədakarlıq nümunəsidir. Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun xatirəsi hər zaman böyük ehtiramla yad edilir. Onun qəhrəmanlıq yolu ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Bugün keçirilən bu önemli tədbir də məhz
bu cür tədbirlərdəndir. Bu tədbirin təşəbbüskarları Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təsisçisi və sədri Aynur İsayeva və Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin sədr müavini Çingiz Bayramovdur. İlk olaraq sözü milli və mənəvi dəyərləri yaşadan, onu gələcək nəsillərə ötürmək uğrunda əlindən gələni edən Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təsisçisi və sədri Aynur İsayevaya veririk. Dəyərli qonaqlar, hər kəsi ayrı-ayrılıqda salamlayıram. Düzdür, mən böyük bir çıxış hazırlamışdım, amma baxıram ki, çox yorulğunçuluqdur, vaxtınızı almaq istəmirəm. Biz Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyi olaraq öz önümüzə bir məqsədimiz var ki, biz qəhrəmanlarımızı, qazilərimizi, şəhidlərimizi heç vaxtı unutmayaq. Onlar öz canlarından keçdilər bizim bugünkü gün yaşayırıqsa, nəfəs alırıqsa, bəli, onların sayəsində biz nəfəs alırıq. Və bizim də burada bir balaca nəsə bir tövsiyəmiz, biz bu tədbirləri görməyimiz, yəni nə xoş halımıza. Bir daha millət vəkillərindən, dəyərli qonaqlar, çox sağ olun. Sizin bura gəlməyiniz bizim üçün böyük bir uğurdur, necə deyərlər. Burada deyilir ki, millətin səsi burada bilinir. Millətin o verdiyi səs sizə halal olsun. Qəhrəmanlarımız heç vaxtı unutmuruq, düzdür. Bilirsiniz, söz çoxdur, söz çox danışaram, çox deyərəm. Mübariz deyib yola çıxan oğlanlarımız var. Bəli, burada qazilərimiz iştirak edir. Mübarizi özlərinə, necə deyərlər, bir simvol deyim, nəsə bir... Biz İctimai Birliyi olaraq Mübariz adına jurnal tərcih edirdik. Orada qazilərimiz, şəhid anaları sırf Mübarizin jurnalına bizim oğlumuzun adı düşsün deyə növbə gözləyərdilər. Sırf bizim Mübariz Vətənpərvərlər jurnalına düşməkdən ötürü vaxtlarını gözləyirdilər. Bəli, Mübariz böyük məktəb oldu. Mübariz bizim gələcəyimizdir. Bunu gələcək nəsillərə ötürürük, yaşadırıq. Bir daha minnətdarlığımı bildirim gəldiyinizə görə. Allah bütün şəhidlərimizə, qazilərimizə can sağlığı versin. Çox sağ olun. Aynur xanımın çıxışından sonra sözü millət vəkili Aydın Mirzəzadəyə veririk. Çox hörmətli Azərbaycan xalqı, çox hörmətli qarşılarda baş əydiyimiz şəhid ailələri. Bugün Azərbaycan xalqının dəyərli oldu. Öz qəhrəmanlığı ilə adını tək Azərbaycanın deyil, dünyanın qəhrəmanlıq salınmasına yazmış Mübariz İbrahimovun igidlik günüdür. O, bir Azərbaycanlının özünün qurduğu planla necə bir igidlik göstərmək mümkün olduğunu sübut etdi. Mübariz İbrahimov tək Azərbaycanı deyil, dünyaya səs salır. Mübariz İbrahimov Azərbaycan oğullarının içində toplanmış o gücün, o qəhrəmanlığın bir hərəkəti ilə dünyaya göstərdiyi bir gün. Və Mübariz İbrahimov göstərdi ki, Azərbaycanlı xalqı bacarır. Öz torpağını sevməyin nümunəsini göstərir. Torpağına qulluğun nümunəsini göstərir. Torpağı uğrunda ölmək belə getməyə hazır olduğunu göstərir. Bayaq orada çıxışında bir statistika dedim. Bu statistikanı da səsləndirmək istəyirəm. Mübariz İbrahimov qəhrəmanlığından sonra Ermənistan ordusunda 2 general 10 polkovnik işdən çıxarıldı. Belə çıxır ki, bir Azərbaycan əskəri Ermənistan ordusunda 2 general 10 polkovnik çıxarıldı. Və mübarizin qəhrəmanlığını sonradan çox sayda qəhrəmanlarımız Vətən müharibəsində bir günlük antiterror əməliyyatında göstərdi. Və hesab edirəm ki, cəbhədə döyüşdə olan, hesab edirəm ki, düşmənlə üzə gələn hər bir insan milli qəhrəmandır. Və Mübariz İbrahimov nümunəsi gələcək nəsillər üçün böyük bir örnəkdir. Və nə qədər ki, xalqımız yaşayır, nə qədər ki, biz bu torpağa bağlıyıq, həmişə Mübariz İbrahimov digər igidlərimizin, qəhrəmanlarımızın xatirəsini qəlbimizdə saxlayacaq və onların nümunəsi əsasında torpaqlarımızı daha çox sevəcək. Və bugün torpaqlarımızın işğaldan azad olunması,
bugün büyük quruculuq işlerine getməsi, dövlətimizin regionda və dünyada nüfuz qazanması göstərir ki, Azərbaycan xalqı döyüşməyi də bacarır, quruculuq işləri də bacarır. Və Ulu Öndər Heydərovun vaxtı ilə başladığı Böyük Azərbaycan yolu, bugün uğurla cənab prezident tərəfindən davam etdirilən qüdrətli Azərbaycan quruculuğu yolu bundan sonra da həmişə qəhrəmanlıqlarımızın nümunəsi ilə, qurucularımızın böyük fəaliyyəti ilə yenə də uğur qazanacaq. Bir daha bura gəldiyinizə görə təşəkkür edirik. Bir daha hər birinizə, mübariz sevginizi göstərdiyinizə görə təşəkkür edirik. Bizlər tariximizi bilməyimizdən, bizlər keçmişimizə bağlı olmağımızdan, torpağımıza bağlı olmağımızdan və gələcəyimizə çox ciddi əsaslandırılmış planlar qurmaqlarımızla güclüyük. Biz birlikdə güclüyük. Biz Azərbaycanı, Azərbaycanın qədim tarixindən, bugünkü tarixindən və gələcək tarixindən hər şey Azərbaycan üçün. Aydın bəy, dəyərli çıxışınız üçün sizə təşəkkür edirik. İndi isə sözü Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin sədr müavini Vaqif müəllimə söz veririk. Hörmətli şəhid əhlələri, bugünlər burada mühtərəm olaraq ki, biz bugün sahibləri gəldilər, biz çox şadlarından Vətənpərvər Maarifləndirmə İctimai Birliyinin sədr müavini kimi sizə təşəkkür edirəm ki, böyle sahib bizi gəldi. Mübariz İbrahimov Azərbaycanın elə bir milli qəhrəmanıdır ki, hamı gəlməyi, onun sorucudur gəlmək. Amma sağ olun, mən hamınızdan razıyam. Bir müharibə veteranı kimi, sizdə bir yazar kimi sizdən razıyam. Sağ olun. Var olun ki, bugün gəlib iştirak edirsiniz. Məktəbimiz sağ olun. Qonaqlar, indi isə sözü millət vəkili Rövşən Muradova veririk. Qardaşımız Mübariz İbrahimovun anım gününə yığışmışıq. Bu günləri qəbir üstündə mən görəldim. Məndə ümumiyyətlə heç zaman bu cür tədbirlərdə, yəni heç zaman çıxışa hazır olmam. Yəni mənim içimdən gəlir, mən onu deyirəm, söyləyirəm. Aydın mənim ağsaqqal həmkarım həm qəbir üstündə, həm də burada çox dəyərli sözlər işlətdi. Artıq mən görürəm ki, indi insan süfrəsi başlayıb, vaxtımızı çoxalmayacaq. Bir-iki məsələni demədim, yadıma indi düşdü. Mübariz İbrahimovun qəhrəmanlığı Azərbaycanın doğrudan da hər bir tarixinə yazılacaq bir qəhrəmanlığı. Mən səmimi deyirəm, indi biz bəzi hallarda deyirdik ki, cəbhənin dövründə mənim yadımdadır, 95-ci ilin may ayının 9-u mən işləyirdim. Yəni, inkar edirdilər ki, belədir, belədir. Amma o da bizim dövlətimiz olur, o vaxtda bizim vətənimiz olur. Biz gelib döyüşdük. Çünki Azərbaycandan 2-ci Dünya müharibəsinə 7.000-dən çox, 350.000-dən çox adam, mən Laçını istəyirdim deyəm, Laçınlı olur. Və bunun 700.000 adamın da 350.000-i geri döndü. Və bizim nə qədər 131 o vaxtda Sovet İttifaqı qəhrəmanımız oldu. Amma belə rəqəmlərdə səhv edirlər. Mən Laçınlı olaraq həmişə fəxr eləmişim ki, Sovet İttifaqı qəhrəmanlarından birində Əvəz Verdiyev olub. Polşanın azad olması. Yəni, Laçından 2-ci Dünya müharibəsinə 7.000-dən yuxarı adam yola düşdü. Bugün biz hamısının xatirəsini dedik. Ulu Öndər gəldi, 9 may yenidən bizdə böyük bayrama çevirdi. Özdə siz bilirsiniz ki, 9 may bayramını da o zaman Brejnev 65-ci ildə qeyd edildi. Yəni ona can bir bayram, iş günü kimi, bayram günü kimi qeyd olundu. Qələbə günü kimi qeyd olundu, amma bayram günü iş günü deyil, qeyd gündür. Mən dediyim nədir? Bugün müasir Azərbaycan tarixi bəyənləri söylənildi ki, dərsliklərdə yazıldı. Mən düşünürəm ki, Mübariz İbrahimov qəhrəman bir şəhidimiz kimi o müasir Azərbaycan tarixinin səhifələrində özünə böyük yer tutacaq. Və bizim gənc nəsil, burada olan gənc nəslimiz var. Bu nəsil də bizdən sonra digər nəsillərə bunu ötürəcəklər. Yəni bu məktəblərdə, ali təhsil ocaqlarında təbliğ olunacaq.
Və bu günləri biz xoşbəxt bir xalqıq ki, Azərbaycan xalqı olaraq, yəni müstəqil Azərbaycan dövlətinin bütün suveren ərazisi artıq bizimdir. Yəni biz suverenliyimizi qazanmışıq. Bu suverenliyimizi qazanmamızda da bizim bu şəhidlərimiz, qəhrəmanlarımızın, ordumuzun, millətimizin rolu var. Və əlbəttə ki, lideri olmayan dövlət heç vaxt qalib ola bilməz. Azərbaycan xalqı ona görə də xoşbəxtdir ki, özünə bir lider seçə bilir. Ulu Öndərin timsalında bugün də onun yolunu davam edir bizim ölkə başçımız. Mən başda ölkə başçımız olmağına, Azərbaycan xalqına uzun ömür, can sağlığı arzulayıram, xoşbəxtlik arzulayıram. Allah bizim o şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Onlar olmasaydı biz müstəqilliyimizi, bu cür müstəqilliyimizi tam bərqərar deyə bilməzdik. Yəni, bu dövr, müasir Azərbaycan dövrü həmən bizim bu qardaşımız Mübariz İbrahimovun anadan olduğu 88-ci ildən sonra bir millət olaraq, bir xalq olaraq özünü dərk eləyə bilir. Ona görə amin, Allah ona rəhmət eləsin, qəbri nurla dolsun. Bütün bura gələnlərə də öz təşəkkürümü bildirirəm. Yaxşı ki, bizim bu ictimai birliklər var, təşkilatlar var, bütün bu işləri görürlər. Hamısını dövlət özü eləyə bilməz, ona dövlətin imkanları olsa da belə deyək. Amma bugün nə yaxşı ki, bu şərait var və bu şəraiti bizə yaradanlara da biz təşəkkür edirik. Bu yas mənasının binasının rəhbərliyinə öz təşəkkürümüzü bildiririk ki, bizə bu şəraiti yaradırlar ki, biz şəhidlərimizi, qazilərimizi, evet, bütün bu insanlarımızı bu anın mərasimlərini burada keçirə bilirik. Öpürəm sizi, bağrıma basaram. Çox sağ olun ki, bu işi təşkil eləmişsiniz. Sizə təşəkkür edirik. Deyirəm, bunun ailəsi adına sizə bir tərəfdarım bildirirəm. Mübariz Aktif istəyək, bütün ziyanlarımız ona qair olan sözlər deyirik. Bir dənə faktı deyəcəm, mən özüm 2-ci qruplarıma əliyəm, 94-93-cü illərdə burada ölçmüşəm. Mübarizin bir xırda bir faktını deyim, Mübarizin olardı bir 10 yaş, 8 yaş, mən təzə yaralanıb gələrdim. O, məni harada görərdi, qabağımı kəsərdi, məndən müharibə haqqında sorğu-sual edərdi. Yəni, bu uşaq vaxtından demək olar ki, meyli vətənpərvərliyi güclü olur. Harada məni qabağımı kəsərdi, deyərdi, necə olur, nətər olur. O vaxtdan demək olar ki, məni həmişə sorğu-sual tutardı. Axırdakı gəldi, davamçı haqqında gəlmişdi. İndi sizə hamı bütün mərasim iştirakçılarına minnətdarlığımı bildirirəm. Allah sizin köməyiniz olsun. Sağ olun. İndi isə sözü 2 nömrəli Bakı Baza Tibb Kollecinin 2-ci kurs tələbəsi İsmail Əliyevə verilir. İştirakçıları, başda şəhid anaları, ataları, dərslərimiz olmaqla hər birinizi salamlayıram. Bugün biz burada Azərbaycanlı igidovlu, xalqımızın milli qəhrəmanı Mübariz İbrahimovun anım mərasimində toplaşmışıq. Mübariz İbrahimov öz şücaəti, öz cəsarəti və qəhrəmanlığı ilə bir daha sübut etdi ki, vətən sevgisi yalnız sözlə deyil, əməl ilə göstərilməlidir. Mən həqiqətən bir gənc olaraq Mübariz İbrahimovla fəxr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin. İndi isə Elvin İlxanoğlu'nun Qarabağ artıq azaddır şeirini səsləndirmək istəyirəm icazənizlə. Dalğalandıq Qarabağda, bugün zəfər bayrağımız. Heç vaxt yerdə qalmayacaq axıdılan qanlarımız. Düşmənlərdən təmizləndi dədə-baba torpağımız. Canlarını fəda edən şəhidlərin ruhu şaddır. Xəbər verin mübarizə, Qarabağ artıq azaddır. Məhv eylədi düşmənləri, dastan yazdı şanlı ordu. Xocalıda öldürülən hər can üçün hesab sordu. Baxın görün 30 ildə neçə oğul şəhid oldu. Cənnətdədir onlar bugün. Şəhidlik ancaq addır. Xəbər olsun Polad Həşimova, Qarabağ artıq azaddır. Qarabağ Türk torpağıdır.
daim elə qalacaqdır. Qarabağ göz dikənlər canlarından olacaqdır. Şanlı ordum yenilməzdir, daim zəfər çalacaqdır. Qarabağ Azərbaycandır, bu söz əbədi qaldı. Şəhidlərim, qazilərim, Qarabağ artıq azaddır. Qarabağ Azərbaycandır. Diqqətinizə görə təşəkkür edirəm. Bir daha tədbirin təşəbbüskarlarını yenidən xatırlatmaq istəyirəm. Bu tədbirin təşəbbüskarları Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təsisçisi və sədri Aynur İsayeva və Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin sədr müavini Çingiz Bayramovdur. İndi isə sözü şəhidimiz Kamal Qasımovun anası Sevinç Qasımovaya veririk. Salam əziz hörmətli qonaqlar və şəhid ailələri, hamınızı salamlayıram. Mən şəhid Kamal Qasımovun anasıyam. 2023-cü ildə antiterror döyüşlərində, Xankəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Kamalın anasıyam. Biz bugün yığışmışıq şəhid İbrahim, Mübariz İbrahimovun mərasim məclisinə üzr istəyirəm və həyəcanlıyam. Çox çətindir mənim üçün şəhidlər haqqında danışmaq. Onlar şəhidlərimiz bizim mənəviyyatımızı qaytardılar, kimliyimizi qaytardılar. Onlar canından, qanından keçərək vətən uğrunda, torpaq uğrunda, milləti uğrunda, bayrağı uğrunda döyüşdülər. Onlar bizim fəxrimizdir. Onlar unudulmazlar, onlar cənnət əhlidirlər. İbrahimov, şəhidimiz İbrahimov, Mübariz, biraz üzr istəyirəm. Mübariz İbrahimov bizim igidimizdir, qəhrəman oğlumuzdur. Onlar ən öncə belə deyək də, irəli atılaraq, döyüşərək, tək başına neçə yüz ermənilərlə əlbəyaxa döyüşərək, canını fəda verərək, yəni onun sayəsində də bizim yerdə qalan oğullarımızdan ona baxaraq irəli atırdılar. Onlar da canları ilə, qanları ilə onlar da o Mübariz İbrahimova baxaraq, irəli atılaraq torpaqlarımızı əldə etdilər. Allah dövlətimizi qorusun, millətimizi qorusun, Allah prezidentimizi qorusun. Üzr istəyirəm, bugün çox həyəcanlıyam, özümdən asılı olmayaraq, həqiqətən də düzdür, qəlbimiz yaradır, bir şəhid anası olaraq qəlbimiz yaradır şəhid analarının. Vallahi çox çətindir danışmaq. Hər gün gözümüz yaşlıdır. Amma ki, yenə də balalarımızla fəxr edirik, balalarımız bizim qürur mənbəyimizdir. Şəhidlərimiz unudulmasın, unutturmayaq. Məkanları cənnətdir. Allah şəhidlərimizin ruhunu şad eləsin, məqamlarını uca eləsin. Çox sağ olun. İndi isə sözü şəhid ailələri, əlillər və müharibə veteranlarının hüquqlarının müdafiəsi İctimai Birliyinin sədri Qazi Tahir Məmmədova veririk. İştirakçıları, hörmətli deputatlar, qazilər, şəhid anaları, şəhid ataları, hörmətli gənclərimiz. Bugün biz şəhid, qəhrəman, Mübariz qardaşımızın mərasimlə yığışmışıq və bu mərasimdə əziyyət çəkən, bu tədbiri təşkil edən şəhid rəhbərlərinə əzəzənə təşəkkür edirik və rəhbərliyə təşəkkür edirik. Nəzərdə satmaq istəyirəm ki, 1991-ci il 9 oktyabrdan da antiterror əməliyyatlarına qədər bütün döyüşlərin iştirakçısı olmaqla
qeyd etmək istəyirəm ki, biz Azərbaycan Respublikasının suverenliyi ilə bağlı 88-2023-cü ilə qədər təxminən 34 minə yaxın 20 yanvar içində olmaq şərti ilə və 88-91-ci illərdə keçmiş SSR-nin Manevi mərkəzinin içində olmaqla 34 minə yaxın şəhid vermişik və bugün mən buradan Azərbaycan Respublikasının şəhid ailələri və Müharibədə İnsanların Müdafiəsi İctimai Birliyinin çoxsaylı şəxsi heyətinin adından, əlillərin, şəhid ailələrinin, müharibə veteranlarının adından, mübariz qəhrəman qardaşımızın adından bütün şəhidlərimizə salam deyirəm. Sağ olun. Sözü Xocalı Soyqırımı Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu'na verildi. Hər vaxtınız xeyir olsun değerli dostlar. Doğrudan da bugün çok güzel bir gündü. Çok hörmətli Milli Məclis deputatı Rövşən müəllimə deyir, 16 il keçib artıq. Amma insanların heç birinin xatirəsindən silinmir Mübariz İbrahimovun qəhrəmanlığı. Mənim əzizlərim, nə qədər ki bizim xalqımız, dövlətimiz o cür oğullara, qeyrətli oğullara qiymət verəcək, bu xalq heç vaxt basılmayacaq. Allah ruhunu şad eləsin, Allah qalanları qorusun, Allah dövlətimizi və xalqımızı qorusun. Çox sağ olun. Sözü şəhid ataları adından Mürvət bəyə veririk. Buyurun Mürvət bəy. Təqsirlərimiz hər birinizi salamlayıram. Bugünkü gün çox əlamətlər bir gündür. Azərbaycan ordusunda və Azərbaycan əsgərləri ilə hərbiçiləri arasında ilk dəfə canından keçərək qəhrəmanlıq göstərən bir igidimizin anım gününə yarışmışıq. Allah onun ruhunu şad eləsin. Həqiqətən də Mübariz İbrahimovun attığı addım həm ordumuzda, həm xalqımız arasında böyük ruh yüksəkliyi əmələ gətirdi. Eyni zamanda da onun hərəkəti bütün dünyaya səs saldı. Allah onun ruhunu şad eləsin. Mübariz İbrahimovdan sonra aprel döyüşlərində xalqımız ordumuza inandı. Ordumuz da xalqımızı arxasında hiss elədi. Mübariz İbrahimovun əməyi dövlət başçımız tərəfindən dəyərləndirdi və Azərbaycan Respublikasının milli qəhrəman adına verildi, yüksəldildi. Ancaq mən bir şəhid atası kimi onu deyə bilərəm ki, Şəhid Mübariz İbrahimovun adını yaşatmaq üçün nə üçün mübariz? Bütün şəhidlər, onlar haqqında filmlər, onlar haqqında nə bilim, dram tamaşalar, neysə göstərilməsi, bu tamaşaların göstərilməsi təqdirə layiqdir. Allah o 44 günlük müharibədə və bir günlük antiterror əməliyyatında ordumuz, xalqımız həqiqətən də qızıl bir tarix yazdılar. O bir günlük antiterrorda ermənilərin bizim torpaqlardan, ərazidən çıxarılması həqiqətən də Azərbaycanın suverenliyini, müstəqilliyini bərpa etdi. Eyni zamanda keçən il avqust ayında dünyanın ən böyük ölkəsi olan Amerikada ermənilərlə bizim aramızdakı o sülh müqaviləsinin təməli qoydu. Burada bizim igid şəhidlərimizin əməyi və dövlət başçımızın apardığı siyasətdir. Allah xalqımızı var eləsin, dövlət başçımızı var eləsin. Biz xalqın da dövlətimizin və onun rəhbəri ətrafında olmağını arzu edirik. Çox sağ olun. İndi isə sözü şəhid ailələri, əlillər və müharibə veteranlarının hüquqlarının müdafiəsi İctimai Birliyinin sədr müavini Kamil Babayeva verilir. Değerli şəhid valideynləri, hörmətli qəhrəman qazilərimiz və digər qonaqlarımız. Sizlərin hər birinizi salamlayır və bildirmək istəyirəm ki, bəli, bugün həm kədərli, həm qürurlu, həm də əbədi tarixə həkk olunmuş bir gündür. O gündür ki, Mübariz İbrahimov nəinki mənfur düşmənlərimizi, ermənipərəst millətlərin hər birini qəhrəmancasına döyüşü ilə məyus edərək məhv etmişdir.
Mübariz İbrahimov'un qəhrəmanlığı bu gündə, sabahda, illər boyda dillərdən dastana çevriləcək. Çünki Mübariz İbrahimov tək bir orduya bənzər bir döyüşə qatıldı. Çünki o döyüşə qatılarkən hiss etdi və bildi ki, o sonunda qəhrəmancasına şəhid olacaq. Amma onun qəlbində, onun beynində, düşüncəsində Xocalda düşmənlərimizin vəhşicəsinə qırdıqları ahıllarımızı, körpələrimizi gözünün önünə gətirərək düşməni məhv etmişdir. Bugün də biz həm ictimai birlik olaraq, həm bir Azərbaycan vətəndaşı kimi qürur duyuruq ki, bizim Mübariz İbrahimov kimi digər şəhidlərimiz və qəhrəmanlarımız var, onlarla qürur duyuruq. Biraz önce Mübariz İbrahimov'un mezarı önündə şahidəmizin şehrində əks olunmuş bir cümləni mən yenidən xatırlatmaq istəyirəm ki, bəli, Mübariz Azərbaycanın bayrağı, gerbi, qüruru və ən güclü əskəridir. O əskərdir ki, o düşmənə bir gecədə, yəni 2010-cu ilin iyul ayının 18-dən 19-una keçən gecə qan atdırdı, loru dilində desək. Yəni onlar öz qanı ilə su içdilər. Onlar hesab edirdilər ki, Azərbaycan ordusu hücuma keçir. Amma hansı ki, Mübariz tək başına vuruşurdu. Və bugün də bizim Mübariz İbrahimov kimi gənclərimiz yetişir. Mən ölkə başçısı, Müzəffər Ordumuzun Ali Başkomandanı Cənab İlham Heydəroğlu Əliyev cənablarına təşəkkür edirəm ki, bütün döyüşçülərin, qəhrəmanların döyüş mevqeyində xidmətini yüksək dəyərləndirdi və insanların hər birində, gənclərimizin qəlbində vətənpərvərlik ruhunu bir daha sübut etti. Çünki bizim hər birimiz övladlarımızı üç rəngli bayrağımıza sarılmağı və vətənə layiqincə xidmət edəcək, vətənimizə, dövlətimizə, millətimizə layiqli bir övlad kimi böyütməyi özümüzə borc bilməliyik və bilirik də. Çünki bugün ölkə başçıları var. Vətəndaşları zülmətlərlə yaşayır, qorxuyla yaşayır. Bir çox ölkələrdə hal-hazırda da müharibə gedir, müharibə şəraitində yaşayır. Amma bizim demokratik, hüquqi və yenilməz bir dövlətimiz sərbəst, rahat, qorxusuz yaşayır. Hər bir vətəndaş necə ki burada cəm olur, inşallah ki, vətənpərvər maarifləndirmə ictimai birliyi də öz missiyasını yerinə yetirməklə gənclərimizin, şagirdlərimizin sırasında müxtəlif səmkilərdə tədbirlər keçirməklə həmin gənclərimizi dövlətimizə bağlı gənclər kimi maarifləndirməsində yaxından dövlətimizə dəstək olacaq. Buna tam əminəm. Buna görə də mən Aynur xanıma, Çingiz müəllimə çox-çox təşəkkür edirəm və çox sayılı üzvlərimizin adına burada iştirak edən, daima şəhid ailələrinin yanında və müxtəlif tədbirlərdə iştirak edən millət vəkillərimizə çox-çox təşəkkür edirəm. Var olasınız ki, hər zaman sizlərin hər biriniz şəhid ailələrini tək qoymamısınız. Bugün biz də millətimizin, xalqımızın, dövlətimizin döyüşçüsü kimi qürur hissi ilə deyirik ki, yaşasın Azərbaycan Respublikası! Yaşasın
Azərbaycan Respublikasının Ali Başkomandanı İlham Heydəroğlu Əliyev cənabları. Çünkü bizim gürurumuz, bizim bayrağımız, bizim canımız, ciğerimiz ana torpaktı. Azerbaycan'dı, Azerbaycan'dı. Mübariz İbrahimov'un ve birçok yüzlerle milli kahramanlarımızın timsalında Azerbaycan ordusuna, Azerbaycan ərazi bütövlüğü uğrunda canını, kanını siper etmiş şehitlerimizin timsalında, aynı zamanda burada eğleşen gazilerimizin, kahramanlarımızın timsalında bütün Azerbaycan ordusuna, şehitlerine selam olsun. Sağ olun, dikkatinize göre teşekkür ederim. Öz növbəmizdə təşəkkür edirik və bu tədbirin araya ərsəyə gəlməsində Aynur xanıma və Çingiz bəyə biz də öz minnətdarlığımızı bildiririk. Bəli, biz qanı ilə, canı ilə savaşan oğullarımızı heç bir vaxt unutmadıq və unutmayacağıq. Bugün aramızda Vətənə Xidmət İctimai Birliyinin Qadınlar Şurasının sədri Arzu Musayeva da iştirak edir. Sözü Arzu xanıma veririk. Salamlayıram. Məndən əvvəlki natıqlər çox gözəl danışdılar. Mübariz İbrahimoğlu qəhrəmanlıq və igidlik şücaətindən danışdılar. Mən bir onu demək istəyirəm ki, 1988-ci il 7 fevral tarixində Biləsuvarın Əlabat kəndində bir oğlan dünyaya gəldi və bu oğlan böyüdü, bütün Türk dünyasının qəhrəmanı oldu. 2010-cu ilin 18 iyun tarixində Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıq bizim Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir gün oldu. Çünki Mübariz İbrahimov hansısa bir döyüş tapşırığı almamışdı. Onun içərisində olan vətənpərvərlik, qeyrət, o Xocalıda əsir düşmüş qadınların fəryadı Mübariz İbrahimovun bu işə söz verədi. O düşmənin üzərinə igidliklə atılaraq böyük bir düşmənin üzərinə tək gedən Mübarizin nəşindən belə ermənilər qorxdu. Budur Azərbaycan oğlu, budur Azərbaycan kişisi. Dünyanın ən mərd oğulları Azərbaycandadır. Bütün şəhidlərimizin qarşısında baş əyirəm. Onları dünyaya gətirib böyüdən belə qəhrəman anaların əlindən öpürəm. Mübariz İbrahimov təkcə Azərbaycanın deyil, bütün Türk dünyamızın qəhrəmanıdır. 2010-cu il Azərbaycan tarixində bir daha şücaətli oğullarımızın davamlı bir səhifəsi oldu Azərbaycan tarixinin. Azərbaycan əsrlər boyu qəhrəmanlar getirib və bugün də getirməkdədir. Mən Mübariz İbrahimova ruhuna üst tutub deyirəm, ey qəhrəman, ruhun şad olsun, Azərbaycan azaddır, Xocaldakı qadınların, uşaqların ahı naləsi yerdə qalmadı. 44 günlük müharibə nəticəsində və antiterror əməliyyatları nəticəsində dövlətimizin qüdrətli siyasəti nəticəsində artıq Qarabağ azaddır və əsir düşmüş qadınlarımızın ahı naləsi yerdə qalmadı. Rahat yat, igidim, rahat uyu. Və bugün onu da qeyd eləmək istəyirəm ki, Mübariz İbrahimovun nəşini qaytarmaq üçün canından keçən iki igid oğlumuza da Allahdan rəhmət diləyirəm. Fərid Əhmədova və Əhməd Abdullayevə də. Onlar da Mübariz İbrahimovun mənfur düşmənin əlindən nəşini tutarmaq üçün öz canlarından keçdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin və dünyanın ən igid oğulları olan Azərbaycan oğullarını qorusun. Çox sağ olun, təşəkkür edirik. İndi isə sözü şəhid ailələri, əlillər və müharibə veteranlarının hüquqlarının müdafiəsi İctimai Birliyinin sədr müavini İlyas Əhmədova veririk. İlk öncə şəhid ailələrinin qarşısında baş əyirik. Şəhid analarını salamlayıram, şəhid atalarını salamlayıram. Mən bugün elə bir şəxsiyyət haqqında danışacağım ki, hər birimizin ona borcu var. 1993-cü ildə Azərbaycanda xaos yaranmışdı. Qardaş-qardaşı güllə atırdı, qardaş-qardaşa silah qaldırırdı. Azərbaycanda ayrı seçkili baş vermişdi və xalqın təkidi ilə Azərbaycan Respublikasının milli lideri Heydər Əliyev cənabları hakimiyyətə gəldi. Azərbaycan hakimiyyətə gəldiyi gündən ordu quruculuğuna başlanıldı. Ordu quruculuğunda
Seyfəldə indiki kimi yadındadır. Biz onda binanında tabur komandiriydik. Bizim qarşımıza çıxış edəndə 4 saat ayaq üstə çıxış elədi. Biz özümüz də heyrətə gəlmişdik. Ağsaqqal vaxtında danışığı, sərt mübarizəsi hər kəsə təsir eləmişdi. 1994-cü il 4-ün 5-nə keçən gibi Azərbaycan ordusu hücuma keçdi. Yəni bu əks hücum idi. Erməni işğalçılarına subut edədilər. 46 kilometr erməni işğalçılarını geri oturdurdular. 18 kənd bir qəsəbəli Horadiz azad olundu. Ondan sonra ermənilər ateşkəsə məcbur olundular. Yəni məcbur oldular ki, ateşkəs elan etsin. Ateşkəs elan olunmasaydı, yəni başqa xarici ölkələrin təkidi olmasaydı, bəlkə də Azərbaycan ordusu həmin vaxtda torpaqları azad edilirdi. Azərbaycanda quruculuq, ordu quruculuğu davam etdi. Müasir silahlar alındı. Onu yaddan çıxartmaq olmaz. Birinci Qarabağ döyüşlərində tüfəng davası idi, avtomat idi. Yəni bizdə elə bir silah yox idi ki, mənfi düşmənin, silahlanmış düşmənin qarşısını alaq. Amma Azərbaycan ordusuna İlham Əliyev cənabların gəlişi müasir silahla silahlanmağa gətirib çıxartdı. 97-ci ildə mən Türkiyə Respublikasında biz zabit olaraq zabit təkmilləşmə kursuna göndərmişlər. Orada bizə dedilər ki, sizin Azərbaycan ordusu çox qüvvətli ordu olacaq. Sual verdim, albayım necə? Dedi, sizin Azərbaycan ordusu 17 ölkədə təlim alır. Hər bir ölkədən yaxşı bir təlim götürürlər. Azərbaycan ordusu torpaqlarını azad edəməyə qadir olacaqlar. Elə də oldu. Bu sınaq idi. Mübariz İbrahimov 2010-cu ildə tək başına erməni işğalçılarının qazarmasına, yataq otağına gedib onları orada 142 nəfəri məhv etməsi. Daha Moskvada o rezonans doğurdu. Orada Putin demişdi ki, mən Rainbow canlı görməmişəm. Amma deyəsən Azərbaycanda Rainbow canlı var. Azərbaycan hər bir əskəri mübariz kimi canlıdır. Cəngavərdir. Onu göstərdi. Çünki Azərbaycan orada təlim keçmişdi. Amma əskərlərdə göz qırıqlığı vardı. Xocaldan qorxu qalmışdı. Müəyyən yerlərdən qorxu qalmışdı. Mübarizin qəhrəmanlığı Azərbaycanda dönüm yaratdı orduda. Lələtəpə döyüşləri ilk Azərbaycanın uğuru oldu. Baxmayaraq ki, Lələtəpə qısa bir yerdir, amma hücumda subut elədilər ki, Azərbaycan ordusu hər bir sınağa qalib gəlməyə hazırdır. Daha 24 saat, axırıncı antiterror rəhbəriyyəti yadınızda olan 23 saat 42 dəqiqə oldu. Yəqin ki, yadınızdadır. Yəni, bu o deməkdir ki, Azərbaycan ordusu 24 saat müddətinə bütün Qafqazı nəzarətə ala bilər. Biz o qədər güclüyük, bizim ordu o qədər güclüdür. Kimin nəticəsində? Milli liderimizin qurucusu ilk dəfə başladı quruculuğa, prezidentimiz İlham Əliyev qurdu. Bax, bunun nəticəsində mən bir daha deyirəm, mübariz bir sınav idi, Lələtəpə ordumuzun sınağı idi. 2020-ci ildə Azərbaycan ordusunun qələbəsi xalqın rəşadəti, möhtərəm prezidentimizin xarici siyasəti, ordumuzun qüdrəti Azərbaycan ordusuna qələbə qazandırdı. Yenidən bir daha subut elədilər ki, Şuşa alınmaz sayılırdı, amma Şuşanı 4 saat içində işğal elədilər. 4 gün yol getdilər. 4 gün yol getdilər, yalnızda saxlayın. 8 nəfərlə Şuşaya girmişdilər. Azərbaycan ordusu odur, Azərbaycan əskəri odur. Görünməyən qüvvələr var, görünməyən əskərimiz var. Həmin görünməyən əskərimiz hər zaman Azərbaycanın müdafiəsində olacaq. Buradan Azərbaycan Respublikasının prezidentinə öz təşəkkürümüzü bildiririk. Bu azadlığı yaşatdığı üçün biz məğlub olmamışıq. Sülh dövründə bizim şəhidlərimiz olur. Hər birinci onlarla şəhidlərimiz olur. Müharibə qurtarır. 88-ci ildən 2023-cü ilin sonuna qədər biz müharibə eləmişik. Müharibədə sonunda qalib gəlmişik. Torpaqlarımız azaddır. Xalqımıza, millətimizə buna görə təşəkkür edirik. Şəhidlərimiz heç vaxt yaddan çıxartmaq olmaz. Onlar sağdırlar, onlar bizim yanımızdadır. Şəhidlərə salam olsun. Xalqımıza, millətimizə salam olsun. Sağ olun. Şəhidlərimizə rəhmət eləsin, verilən bu ehsanı qəbul etsin.
İndi isə süfrə duası vermək üçün sözü mollaya veririk. Elhamdülillah, elhamdülillah, elhamdülillah. Elhamdülillah Rabbil alemin, elhamdülillah lezi yutun ve la yüzer ve yuzul la yüzüler. Allah'ın nakkem ve teqebbel cemen hasenat mehsin siyyem hazal ihsan bi hakkil Kur'an ve fil Kur'an ve hakkı Muhammed ve Ali ve bi hürmeti mübareketil Fatiha. Allahümme salli ala Muhammed ve ali Muhammed.